İslamdan əvvəl insanları, analarını belə bazarlara satırlardı. Roma bazarlarında insanların anaları yaşlandığı zaman boğazlarına halqa vurub gətirərlərdi, bazarlarda satırlardı. Qadınları heyvan kimi. Amma Allah Azze ve Celle onu peyğəmbər olmamağına baxmayaraq onu öz kitabında zikr eləyir. Və sən həmin mənzərəni düşün. Pis əməllərin tərəzinin sol gözünə qoyulur və tərəzi başlayır sağ-sol oynamağa. Ha? Və oradakı həyəcanını bir düşün. Hansı ki orada taliyin artıq həll olunur. Üçüncü olaraq da Luqman Aleyhisselamın nəsihətlərini çox eşitmişik. Ha? Və hətta Luqman Aleyhisselam bir peyğəmbər deyil. Amma Allah Azze ve Celle onu peyğəmbər olmamağına baxmayaraq onu öz kitabında zikr eləyir. Bəs görəsən, niyə görə Allah Azze ve Celle Luqman Aleyhisselama bu qədər belə dəyər verir və hətta onu öz kitabında zikr eləyir? Belə hikmətli olmağını bilirik. Luqman həkim deyirlər. Bəzilər elə zənn eləyir ki, Luqman həkim deyilməsi o həqiqətən təbib olub, o həkim olub. Bizim mənada. Amma xeyr. O hikmət sahibi olduğundan dolayıdır. Və ikincisi də bir evlad yetişdirdiyindən dolayı. Evladını yetişdirmək, salih evlad olmaq üçün çaba sərf elədiyindən dolayı. Bəlkə də Luqman Aleyhisselamın bu çabası, bu qayrəti onun Allahın kitabına adının zikr olunmasının səbəblərindən böyük bir səbəbdir. Amma bəzən bizim ən zəif nöqtəmiz burada olur. İşi qabağa veririk, dünyanı qabağa veririk, amma ailəmizi, evladlarımızı yaddan çıxarırıq. Halbuki ən əhəmiyyətli olan bizə budur, ailəmiz və evladlarımızı tərbiyə eləməkdir. Allah Azze ve Celle Luqman Aleyhisselamın Qur'an-ı Kərimdə bir neçə nəsihətindən bəhs eləyir. Evladına qabağa qoyur, önünə qoyur və ona başlayır nəsihət eləməyə. Bəlkə də biz özümüzə bir soruşaq, nə vaxtdır məsələn öz evladımızı, istər kiçik qardaşımızı və ya bacımızı, yaxınımızı qoyduq qabağımıza, ona başlayıq nəsihət eləməyə. Bəzən bundan utanırıq və yaxud məsələn artıq evladımız buluq yaşına satıbdır, 13, 14, 15 yaşını satıb, hələ ona biz qüsulun hökmlərini öyrətməmişik. Hələ ona namazın hökmlərini, hələ ona istər qız evladı olsun, anasını öyrətməyimiz lazım, anası da o qız evladına öyrətməyimiz lazım, müəyyən hökmlərini. Adamlar bəlkə də evladı neçə buluq yaşını satıb və neçə vaxtı qüsulsuz gəzir. Və yaxud namaz qılır, amma qüsul nə olduğunu bilmir. Bunu bizim üzərimizə vəzifədə öyrətməyimiz. Bunu öyrətməyimiz bizə utanç vericidir. Öyrətməməkdən həya eləməyimiz lazımdır, öyrətməkdən deyil. Və Luqman Aleyhisselam bu şəkildə evladının qabağına qoyur və onu nəsihət eləyir. Çünki o bilir ki, dünyadan köçdükdə sonra ona nə mülk, nə mal fayda verməyəsidir. Resulullah bu üç şey sədəqə cariyə olur da, üç şey. Bir də nədir? Arxaya buraxılan salih evlad ki, hansı ki o evlad neyir? Hər namazın sonu nə deyir? Rabbənə xfirli və li valideyyə. Ey Rəbbim, sən məni və ata-anamı bağışla. Rabbənə xfirli və li valideyyə deyir. Və lil mü'minin yevmə yəqumul hisab. Və qiyamət günü hesabın başladığı gün möminləri bağışla. Elə namazda, hər namazının sonunda özün üçün dua edəcək, sənin üçün dua edəcək bir evlad buraxıb getmək. Və deyir ki, birinci nəsiyyəti nə olur? Və izqalə Luqman libnihi deyir. Sən xatırla Luqman Aleyhisselam öz oğluna söylədiyi zaman. Bəli, Allah Resulullah Aleyhisselam və izqalə müxatib kimdir? Resulullah sallallahu aleyhi ve sellem. Halbuki amma Resulullahın evladı, oğlu yox idi xüsusi olaraq. Allah Resulullah Aleyhi ve sellem bütün evladlarını həyatda ikən itirir, amma bir evladı olan Fatimə radiyallahu anh'a özündən bir neçə ay sonra o da dünyasını dəyişir, Fatimə radiyallahu anh'a. Amma müxatab əsasda kimdir? Resulullah üzərindən həmçinin bizik. Və izqal Luqman libnihi, evladına, oğluna söyləyir. Ya buneyyə, ey evladım. Və xitaba bax, ya demir, ya bni, ey oğlum. Ya buneyyə deyir. İçərisində şəfqət olan, içərisində mərhəmət olan siğa gətirir. Bir qalıb gətirir. Hansı ki buna ism-i təsxir deyirik. Ya buneyyə, ey oğulcuğum deyək. Ey balam. Hansı ki o kəlmə evladının ona yaxın olduğunu hiss etdirir. Ya buneyyə. Və huvə ya'iduhu la tuşrik billah. İlk nəsihəti budur. La tuşrik billah. Ey oğlum, Allah'a şirk qoşma. Çünki Allah'a şirk qoşmaq uçurumun başıdır artıq. Uçurumdur, ondan o tərəfəsi yoxdur. Evladı üçün ən böyük qorxduğu nədir? Demir ki, ey evladım, məsələn, özünü az qoyma. Özə yaxşı bax. Nə bilim, özə koruq vermə. Bu şeylər demir. Birinci nə deyirik? Və izqal Luqmanu libnihi və huvə ya'iduhu. Sən xatırla, Luqman Aleyhisselam evladına nəsihət edərkən, vazı eləyərkən nə deyir? Ya buney, ey evladım, la tuşrik billah. Allah'a şirk qoşma. Demək ki, evlada birinci şey nə öyrətmək lazımdır? Artıq ağlının dərk edəcəyi miqyasda Allah'a ortaq qoşulmağı. Hansı şeylər insana Allah'a ortaq qoşar?
Birinci dərk edəcək miqyasda bu şeylərdən başlamaq lazımdır. Ya bu ne? La tuşrik billah. Niye? Neden dolayı? Çünkü inne şirke le zulmun azim. Çünkü şirk en büyük zulümdür. İnne şirke le zulmun azim. Çünkü şirk əzəmətli olan, çox böyük olan bir zulümdür. Artıq ondan tərəfəsi yoxdur. Tövbə edilmədiyi zaman səni cəhənnəmin ta ortasına salandır. Tövbə edilmədiyi zaman sən həm özünə zülm etmiş olursan, həm də Allahın bu qədər nemətinə qarşı nankörlük eləyib özünə zülm etmiş olursan. Allah'a zülm elə bilməzsən. Çünki zəif olan zülm onlar. Allah Azze ve Celle isə zəif olmaqdan münezzəhdir. Ya bu neye? La tüşrik billah. Allah şirk koşma. Niye? Çünkü inne şirke le zulmun azim. Çünkü şirk çok büyük bir zulümdür. Özüne ettiğin en büyük bir zulümdür. Eğer tövbesiz olarak ölersen, özüne ettiğin en büyük zulüm nedir? Ebedi olan bir cehennemdir. İnsan bundan artık özüne zulmeyebilir mi? Ebedi olan bir cehenneme salmak, özünü ebedi olan bir cehenneme koymaktan büyük bir zulüm olar mı? Hayır. Ve ikinci olarak Allah Teala bunun hansı ayet getirir? Biz insana vəsiyyət elədik, nəsihət elədik, tövsiyə elədik, əmr elədik. Nəyi? Bir valideyhi, ata anasını. Məsələn, birisini yolladığımız zaman birisi ilə, məsələn, deyir ki, gözün üstündə olsun. Onunla vəsiyyət eləyirsən, onunla tapşırırsan. Və həmçinin Allah Azze nə buyurur? Və vəssaynəli insənə bir valideyhi, ata anasını ona vəsiyyət elədik, tövsiyə elədik, nəsihət elədik. İslamdan əvvəl insanları, analarını belə bazarlara satırlardı. Roma bazarlarında insanların anaları yaşlandığı zaman boğazlarına halqa vurub gətirərlərdi, bazarlarda satırlardı. Qadınları heyvan kimi. Amma İslam gəldi, istər Resulullah sallallahu aleyhi ve sellemlə olsun, istər Qur'an-ı Kerimlə olsun, qadınlara nə böyük bir izzət verdi. İslam heç vaxt qadınları kölələşdirmir. Əksinə, qadınlara hürriyyət verir. Niyə görə Allah Teala bəs ata-ananı vəsiyyət eləyir? Nə buyurur? Həmələthu ummuhu vəhnən alə vəhnin. Anası, həmin evladın anası çətinlik üzərinə çətinlik çəkdi evladına. Çətinlik üzərinə çətinlik çəkdi. Məşəqqət üzərinə məşəqqət. İstər hamiləlik vaxtı olsun, istər doğuş vaxtı olsun, istər evladın lap kiçik vaxtları olsun, aylıqdan. Vəhnən alə vəhnin. Və bunu nəydən sonra gətirdi? Allaha şirk qoşma. Çünki şirk çox böyük bir zülümdür. Və ikinci olaraq nə gətirdi Allah Azze ve Celle? وَوَصَّيْنَا الْاِنْسَانِ بِوَالِدَيْهِ Ata anasını ona vəsiyyət elədik. Nədən dolayı? حَمَلَتْهُ أُمُّهُ vəhnen alə vəhnin deyir. Çətinlik üzərinə çətinlik. Bir qadın hamilə olduğu zaman nə doğru yemək yeyə bilmir, nə doğru artıq yata bilmir. Yəni artıq həyatı, bütün bədən sistemi alt üst olur. İstər aylıq halı olsun, mədəsi fərqli olur, nə iyi götürə bilmir, ta doğuşa qədər əziyyət çəkir. Və ikinci olaraq doğuşun sancısı bəlkə nə qədər pısaq ağrısının sancısından daha ağırdır. Və üçüncü olaraq artıq evladın dünyaya gətirir, artıq yuxu sistemi dəyişir. Gecə evlad uşaq oyanır, yedizdirmək, onu yelləmək, nə qədər, yəni bu 2 il, 3 il. Artıq bir ana və bir ata evladı olduqdan sonra öz həyatını ailəsinə və evladına həsr eləyir artıq. Buna ata olanlar, normal olan valideynlər bunu bilir. Bunun bu boyda əziyyətin qarşılığında və bu boyda valideynin evladına olan əziyyətinin qarşılığında evlad ona, sən nə bilirsən, ged işinlə məşğul ol. Və yaxud onun qəlbini qıracaq bütünlük olaraq zərrəsindən kürəsinə qədər olan o kəlmələr olsun, istər qövllə olsun, istər feillə olsun, olmaq o zaman böyük bir zülümdür. Artıq güldən ağır söz deməyin artıq böyük bir zülüm olur. Çünki niyə? O həyatını sənin üçün həsr elədi. Çünki o səni istər qarnında daşıyarkən, istər doğarkən, istər sənə baxarkən əziyyət üzərinə, çətinlik üzərinə, vəhin üzərinə vəhin çəkdi. Ondan dolayı bir evladın atasına və anasının üzərinə artıq güldən ağır söz deməsi böyük bir zülümdür həmçinin. Və yenə Luqman Aleyhisselam evladına xitabən deyir ki, Allah Azze yenə bunu kitabında zikr eləyir. Ya buneyyə, ey evladım, İntəku misqalu habbətin min xərdəlin. Əgər sənin əməlin istər yaxşı olsun, istər pis olsun, misqalə zərrə deyir. Zərrədən də kiçik misqal dərəcəsi. Elə o qədər belə olsa, istər yaxşı olsun, istər pis olsun. Ya buneyyə, innəhə intəku misqalə habbətin min xərdəlin fətəkun fi saxrətin. Əgər həmin əməlin bir daşın qayanın altında olsa, əv fissəməvət və yaxud səmalarda olsa, bir səmada demir göydə olsa, sənin o zərrədən də kiçik olan əməlin səmalarda olsa, nə buyurur? Əv fil ardi
və yaxud yerdə itmiş olsa, yəti bihallah. Qiyamət günü Allah onu gətirəsidir. Yəti bihallah. İstər sənin əməlin sözlə olmuş olsun, istər feilinlə olmuş olsun. Mütləq olaraq hansı əməlin olmuş olsun, heç zənn eləmə ki, bu əməlin aralığa qarışdı, yoxa çıxdı, getdi, xeyr. İstər səmalarda olsun, istər yerdə olsun, istər bir qayanın altında belə olsa, yəti bihallah. Allah onu mütləq gətirəsidir. O zaman bir an belə olsa, zehnimizdən qaçmasın ki, istər baxışımızdan olsun, istər dilimizdən olsun. Məsələn, Allah Teala ayədə buyurur: "Ellezine yezkurunallaha qiyaman və qu'udan." O möminlər ki, oturduqlarında da, ayaq üstə də Allahı xatırlayarlar. "Və yetefekkeruna fi xalqis semawati vel ard." Göylərin və yerin yaradılışı haqqında düşünərlər və deyirlər ki, "Rabbana ma xalaqta haza batila." Ey Rəbbimiz, sən bunu boşuna yaratmadın. Səmaya baxır və göylərin və yerin yaradılışı haqqında düşünür və Rəbbini xatırlayır və deyir ki, ey Rəbbim, sən bu boyda kainatı boşuna yaratmadın. وَقِنَا عَذَابَ النَّارِ. Bizi cəhənnəm əzabından qoru. Baxışını hara sərf elədi? Səmaya sərf elədi. Səmaları düşündü və Allah Azze ve onu kitabına saldı. Və Allah bunun qarşılığını verəsidir. Və ikinci olaraq da artıq məsələn yay gəldi. Günahların artıq qat-qat artdığı vaxtı. İnsanların soyunub küsələrə çıxdığı vaxtı. Sağa baxırsan, sağa baxırsan, sola baxırsan, harada çılpaq, bütün haram içərisində olan insanlar görürsən. Və sən sağa baxdığın zaman da gözünə kim sataşdı, həmən sola çevirsən, gözünü ondan qaçırsan, bu əməlin misqalə zərrədən aşağı olsa belə Allahın nəzərindən qaçmaz və Allah Azze ve Celle'ni xatırlayıb, onun qadağa etdiyindən dolayı, gözünü ondan çəkdiyindən dolayı Allah onun əcrini savaqsa gətirəsidir. Və sola baxdığın zaman yenə artıq başqasını görsən, yenə gözünü ondan həmən çəkdiyin zaman sən Allahdan qorxduğun və Allahdan həya elədiyindən dolayı, bunu etdiyindən dolayı Allah Azze ve Celle bunun əcrini sabah yenə gətirəsidir. Bir də məsələn, düşünək ki, kimsə bilmir, yaxşılığı mı pisliyindən çoxdur sabah qiyamət günü, pisliyi mi yaxşılığından çoxdur. Və sən həmin mənzərəni düşün, pis əməllərin tərəzinin sol gözünə qoyulur və tərəzi başlayır sağ-sol oynamağa. Və oradakı həyəcanını bir düşün, hansı ki orada taliyin artıq həll olunur. Sağ tərəfin basasıdır, yox sol tərəfin basasıdır. Orada indi ən çox sənin nəyə ehtiyacın var? Maşına mı, evə mi, mala mülkə mi, ailəyə mi, evlatlara mı? Nəyə ehtiyacın var orada? Bunların heç birine ehtiyacın yoxdur. Və ağlına iş gələn nədir orada? Dənizdə boğulanın ağlına gələn nədir? Dənizdə boğulan adam. Dünyalıq mal, mülk, vəzifə, şan, şöhrət mi gəlir ağlına, yoxsa birisi onun əlindən tutsun, çıxarsın mı və ya həyatda sağ qalmağı mı düşünür orada? Və həmçinin də axirətdə tərəzimiz qoyulduğu zaman bu dünyalığın içində olan heç bir şey düşünməyəsiyik. Arkada bıraxıb getdiyimiz heç bir şey düşünməyəsiyik. Nəyə düşünəsiyik orada? Zərrə olan salih əməllərimiz varsa o bizə fayda verərmi deyə. Olsun ki, tərəzimizin sağ gözü bassın, oradan qurtulaq. Və həmin istər gözümüzü çəkmək olsun, istər dilimizi qorumaq olsun, İstər başqa Allah'a razı salan əməllərimiz olsun, o gün orada ən çox ehtiyacımız olan o vaxtdır. Hansı ki orada əbədi olan bir yerimizdir. Hansı ki orada taleyimizin həll olunduğu vaxtdır. Və hansı ki orada göylərin və yerlərin, dünyanın və ahirətin sahibi olan Allah Azze ve Celle'nin huzurunda durduğumuz vaxtdır. Və deyir ki, yəni Loğman Aleyhisselam oğluna, hansı ki onun etdiyi nəsihətlər dünya və içindəkilərdən daha xeyri olan nəsihətlərdir. Və Allah Azze ve Celle ondan dolayı onu öz kitabında zikr edir. Nə buyurur? Ən əsas şeylər başda nə dedi? Ya bu ne? La tuşrik billah. Allah'a şiş qoşma əsla. Şiş qoşdunsa həlak oldun deməkdir. Allah Azze ve Celle həmçinin nəyi ondan sonra xatırlatdı? Ata-anaya rəftarını xatırlatdı. Və təəssüflər olsun ki, məsələn bizlər bugün birimiz artıq namaza başladığımız zaman, məsələn özümüz başlamışıq, amma ailemiz hələ cahiliyyət həyatı sürür. İbadə əhli deyirlər, açıqlar, sasıqlar. Həmən başladığından sonra başlayırıq artıq evdə şey olmağa, yəni hökm kəsməyə, fərqli şeylərdə olmağa. Axırda ata-ananın sözünü, keşke namazla başlamadan əvvəl kim olacaq? Namaza başlamadan əvvəl belə deyildin. Bu qədər sərt, bu qədər şey. Allah təala nə buyurur? Ud'u ilə səbili rabbike bil hikmə vəl məv'idatil həsənə. Sən ud'u ilə səbili rabbik deyir. Rəbbinin yoluna, demir dədənin yoluna, nəslin yoluna demir. Rəbbinin yoluna, Allah təala mənim yoluma deyir. Necə çağırır ey Rəbbimiz? Bil hikmə, hikmət ilə vəl məv'idatil həsənə, gözəl nəsihət ilə. O nəsihət səni istər gözəl sözündən ola bilər. O nəsihət evdəkilərə, ana-atana xidmətindən ola bilər. İstər ayaqqasını təmizləməklə olsun,
İstər ayağını yumaqla olsun, istər ona gözəl evladlığını ona hiss etməklə olsun. Baxırsınız ki, sən də artıq namaza başladıqdan sonra daha fərqli olmağa, müsbətə doğru daha da fərqli olmağa başladın. Amma yox, sən çöldə fərqli olub, çöldə bal şəkər olub, evdə amma zakkum olursansa, sən bil ki, Rəbbinin yoluna nə hikmət ilə, nə də gözəl məvizə ilə dəvət eləmirsən. Və bu Luqman Aleyhisselam buyurur ki, ya buneyyə, ey oğlum, əqimis-salə, namazı qaim elə, yəni namazdan möhkəm yapış. Ya buneyyə, əqimis-salə, ey o evladın, namazı qaim elə, namazından möhkəm yapış və namazını dosdoğru qıl. İstər vaxtında olsun, istər təadül ərkanı yerində olsun. Çünki namaz bir müminin dünyadakı əldə etdiyi ən böyük dəyərli şeydir əlində. Hansı ki, ayda şeydir, onlar namazlarını mühafizə eləyərlər deyir. Onlar namazlarını mühafizə eləyərlər. İnsan nəyi mühafizə eləyir? Qapının dalını bağlayarkən ən çox adamın ağlına nə gəlir? Bu gün qapının dalını ki, orada zamoğu keçsin. Evdəki olan dəyərli şeylərin. İstər maşının olsun, nəylərin olsun. Məsələn, mən həyətə maska yetimdir, tırtırımdır maşının. Qapının dalına bir dənə şey keçirdim, belə qırsaqlı qabdı, çətdəyici qablar nətər olasın. Olsa deyəm, birdən gəlib aparıb eləyərlər, onun dalına bağlayıram. Məsələn, ağlıma bu gəlir ki, birdən məhəllədən bunlar aparırlar. Başqa onsuz nəyim var elə. Və həmçinin insanın ağlına bu gəlir qapını. Onunla mühafizə eləyirsən, dəyərli şeylərin. Onlar deyir, namazlarını mühafizə edir. Və Luqman Aleyhisselam deyir, bu da oğluna əqimis-salə, namazını qaim elə, namazını mühafizə elə. Çünki namaz müminin dünyadakı ən dəyərli olan şeydir. Çünki namazdır səni axirətdə qurtaracaq olan. Namazdır həm dünyada, həm də axirətdə, həm də qəbirdə səni mühafizəkar olan. Çünki nədir? İnnəs-salətə tənhə anil-fəhşai vəl-münkəri vəl-bəği. Namaz, şübhəsiz ki, namaz, iqamə olunan namaz, insanı fuhşiyyətdən, münkərdən, insana və müminə yaraşmayan şeylərdən insanı uzaq tutar. Namaz insanın qalxanıdır. Əqimis-saləh deyir. Və'mur bil-ma'rufi. Yaxşılığı əmr elə. Vənhə anil-münkəri və pislikdən çəkindir. Vəsbir alə mə asabək. Bundan dolayı da başına gələcək olan şeylərə səbr elə. Və bir insan bilsin ki, yaxşılığı əmr eləyir və pislikdən çəkindirirsə, mütləq başına əziyyət gəlməməsi qaçınılmazdır. Əgər qaçınılmaz olsaydı, Rasulullah qasa bilərdi. Əgər qaçınılmaz olsaydı, Nuh Aleyhisselam qasa bilərdi. Əgər qaçınılmaz olsaydı, Allah Azze və Cəllə yer üzərində ən dəyərli olan, yaradılmışlar içərisində ən dəyərli olan peyğəmbərləri qasa bilər. Amma xeyr, baxırıq ki, onlar yaxşılığa əmr elədilər və pislikdən çəkindirdilər və başlarına da gəlməyən qalmadı. Amma nəticələri nə oldu? Allahın rızası, Rasulullah sallallahu aleyhi və səlləmin o əziyyətinin bəhrəsini bugün biz əlhamdülillah İslamla şərəfləndirdik. Allah sallallahu aleyhi və səlləm yetişdirmiş olduğu o sahabənin, istər Ömər radiyallahu anh olsun, istər Əbu Bakr radiyallahu anh olsun, əziyyətinin bəhrəsini bugün bizə qədər gəldi çatdı. İnnə zəlikə min azmil umur. Və son olaraq buyurur ki, həmin saymış olduğu bu şeylərin hər biri əzimətli olan işlərdəndir. Nəyə görə biz məsələn ulul azm peyğəmbərlər deyirik? Ulul azm, yəni əzimət sahibi olan peyğəmbərlər. İstər İsa aleyhissalam, Musa aleyhissalam, İbrahim aleyhissalam, Allahın Resulü sallallahu aleyhi və səlləm. Baxırıq ki, niyə hamısı əziyyət çəkdi, çox əziyyət çəkən, əzimət, istər İbrahim aleyhissalam imtihanlarla olsun, istər Musa aleyhissalam olsun, istər ən əzimətlisi olan Allah Resulü sallallahu aleyhi və səlləm olsun. Amma bəhrəsi nə oldu? Allah Azze və Cəlləyə qovuşmaq, onun rızasını əldə eləmək, rafiqəl a'lada olmaq. Bəli. Həmin istər sahabənin həyatı olsun, istər Allah Azze və Cəllə bizə Luqman Aleyhisselam üzərindən bizə xatırlatmış olduğu hər kəlmə bizim üçün dönüş nöqtəsidir. Həm dünyamızı, həm axirətimizi qurtarmaq üçün böyük vəsilədir. Allah Azze və Cəllə bizləri də eşidib əməl eləyənlərdən və nəsihətin ən gözəlini dinləyib, ən gözəl əməl eləyən qullarından eyləsin. Və axır da'an elhamdülillahi rabbil alamin və sallallahu və səlləm alə seyyidina və nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Amin, amin, amin. Allah razı olsun kardeşler.